Xoş gördük dinləyicilər. Hər kəsin oruc namazı qəbul olsun, bayramınız mübarək olsun. Deməli, eyni problem yenə də yaranmağa başladı. Biz ayı gördükmü, görmədikmi? Ayı görmək lazımdırmı, görmək lazım deyilmi? İlk növbədə bir məlumat vermək istəyirəm. Dostlar, ümumiyyətlə necə ki, yanvar ayı 31 gündürsə, və yaxud da hicri qəməri də 29-30-dur. Yəni, heç vaxtı hicri qəməri də 31 gün olmur. Ramazan ayı da 30 günlük bir aydır. Ramazan ayı 30 gün olur. Sadəcə olaraq bəzən 29 gün olduqda ay görsənir deyə açılır. Çünki Allahın Rəsulu o vaxtı, yəni aylar, ulduzlar bizim üçün, ay, günəş bizim üçün necə deyilə bir mənzil qərar verib Allah. Ona görə o mənzilə görə də ayın dəyişməsini Peyğəmbər əleyhissalam həyata keçirdirdi. 29-cu günü ay görsənəndə Ramazan ayını açırdıq, artıq fitr bayramı olurdu. Amma görmədikdə isə 30 gün olurdu. 30 gündən o tərəfə keçmir. 30 gün tutan insan heç vaxtı da 31 günü keçirdə bilməz. Bu bir tərəfdən bu məlumatı sizə verdim. Amma bugün bizim problemimiz nədədir? Bu günləri Qafqaz müsəlmanları idarəsi ağzına su alıb oturub yerində əvvəlki kimi. Yenə də biz fətvanı İrandan gözləyirik. Biz yenə də fətvanı nə bilim İraqdan gözləyirik. Halbuki bu bir texniki məsələdir. Bugün Azərbaycanda Şamaxı rəsədxanası var. O Şamaxı rəsədxanasından çıxıb bir dənə kəlmə xalqa demək lazımdır ki, bax bu günləri ay görsənməyib. Görsənməyibsə, avtomatik surətdə demək ki, biz 30 gün tutacağıq. Görsənibsə, artıq 29 gün tutacağıq. Bax, bugün 30-cu gündür. Mən özüm də belə burada tərəddüddə idim və gözləyirdim. Axırda məlumatlar gəldi mənə Ərəbistandan, oradan, buradan, bəli. Dedilər, ay görsədim, mən də bugünü bayram etdim. Amma niyə bu Şeyxülislamlıq, niyə bu Qafqaz müsəlmanları səsini çıxartmır? Niyə? Sonra da ölkədə şpion axtarırlar. Şpion axtararlar da sizə texniki cəhətdən bir dəfə bu xalqın ehtiyacı olur, onu da həyata keçirtmirsiniz. Amma Qafqaz müsəlmanları öz saytında yazır, nə bilim, hansı şeyxi gördü, hansı şeyxin əlini öpdü, Şeyxülislam Allah şükür. Bizim umurumuzda deyilsən, hansı xəlifənin əlini öpmüsən, kimi öpürsən, kimlə görüşürsən, hansı rahiblə görüşürsən. Bizim sənə bir dəfə həyatda ehtiyacımız olur, əsasən də bu Ramazan bayramı vaxtı. Niyə görə? Bu da texniki ehtiyacdır, texniki ehtiyac. Bu günləri sən çıxıb əlaqən var Şamaxı rəsədxanası ilə deməli danışa bilərsən. Şamaxı rəsədxanası ayı görüb görmədiyini deyə bilər. Teleskopu var, baxacaq deyəcək görmüşük, açacaq, görməmişik, açmayacaq. Amma bugün Şeyxülislamlıq fitrə 15 manat olacaq, 20 manat. Sən kimsən mənə fitrə barədə nəsə deyirsən? Heç mən fitrə verməyəcəm. Fitrəni deyirlər. Gözünüz elə ancaq nəzir qutularındadır. Gözünüz ancaq puldadır. Xalq fitrə versin, onu versin, bunu versin. Əgər başqasını tapırsan, gətir mənə verəcək. Ay kişi, lazım deyil. İnsan olun nəhayət. Oturmuşsunuz orada. Sizə texniki ehtiyacımız var. Bir dəfə texniki ehtiyacımız var. Siz teleskopla baxmalısınız və saytınızda gecə yazmalısınız. Ay görünmədi. Bu avtomatik surətdə o demək olar ki, biz orucumuzu 30-cu gündə tutacağıq. Yox, ay göründü, artıq biz 30-cu günü bayram eləmiş olacaqdıq. Bax, sizə təkcə bircə dəfə bu Azərbaycan xalqının ehtiyacı olur. Çünki bu texniki bir məsələdir. Biz hansısa Xamneyni, hansısa ağanın, hansısa İraqda yaşayanın gözlərinə, onun gözləri nivelir deyil. Və yaxud da Leica aparatı deyil ki, biz oturaq Xamneyi gördü mü, görmədi. Ola bilsin, o görməyib. Amma biz teleskopumuz var. Bizim rəsədxanamız var. Sən rəsədxanadan baxıb bizə həqiqəti deyə bilərdin. İstəyirdim bu iradımı çatdırım. Hər birinizin bayramı mübarək olsun. Təşəkkür edirəm.